Aşağıda hər bürc üçün qısa, praktik və aydın proqnoz, nə gözləmək, nə etməli və bir cümləlik məsləhət. Qoç, enerji yüksəkdir, yeni ideyalar işdə diqqət çəkə bilər, lazım olmayan mübahisələrdən çəkinin. Məsləhət, prioritet siyahısı qurun və ilk iki işə fokuslanın. Buğa, sabitlik və rahatlıq günü, maliyyə məsələlərində kiçik yaxşılaşma mümkündür. Sevdiyinizə zaman ayırın. Məsləhət, büdcənizi sürətlə yoxlayın. Yüngül düzəliş kifayət edər. Əkizlər, ünsiyyət üçün əlverişli gün, danışıqlar uğurlu ola bilər. Diqqəti yayındıran mesajlara qarşı diqqətli olun. Məsləhət, vacib mesajları qısa və aydın yazın. Xərçəng, duyğular ön plandadır. Ailə və yaxınlarla münasibətlər diqqət çəkə bilər. Öz sərhədlərinizi qoruyun. Məsləhət, biraz yalnız qalmaq və yenidən enerji toplamaq üçün vaxt ayırın. Şir, yaradıcı ideyalar və özünü ifadə üçün yaxşı an. Təqdir gözləyə bilərsiniz, amma ego ilə ölçülü olun. Məsləhət, səhnəyə çıxmaq yerinə fikirlərinizi konkret nümunələrlə göstərin. Qız, detallara fokus lazımdır. Sənədlər və rutin işlər asan həll olunur. Kiçik xətalara qarşı diqqətli olun. Məsləhət, yoxlama siyahısı istifadə edin. 2 dəfə yoxla, 1 dəfə et. Tərəzi, harmoniya və əməkdaşlıq günü. Komanda işində nəticə gəlir. Qərar verməkdə tərəddüd olsa da balans saxlayın. Məsləhət, kompromis üçün mümkün variant hazırlayın. Əqrəb, dərin hisslər və transformasiya enerjisi, şəxsi mövzular önə çıxa bilər. Sirlər və ya güvən məsələlərində dürüst olun. Məsləhət, emosiyalarınızı yazın, fikriniz aydınlaşacaq. Ox atan, doğum gününüzə yaxınlaşanlar üçün macəra ruhlu oyanır. Yeni öyrənmələr xoşbəxt edə bilər. Məhdudiyyətlərə nifrət etməyin. Məsləhət, kiçik bir planla yeni bir hobiyə başlayın. Oğlaq, praktik və məqsədyönlü gün, uzun